biz kainatda təkik, yoxsa bizdən dəfələrlə artıq yüksək texnologiyalara sahib varlıqlar var? Bədənindən yer üzündə olmayan nadir metallar tapılan şahidlər və 1977-ci ildə tutulan məşhur wow siqnalı. Petrozavodskda şüşələri əridən o meduza formalı obyekt nə idi? Bəs əgər bu gəmilər həqiqətən ələ keçirilibsə, onlar harda saxlanılır? UNO'lar, yəni uçan naməlum obyektlər. Bu fenomen artıq 50 ildən çoxdur ki, müxtəlif spektrlar üzrə müzakirə olunur. Şahidlər danışır, görənlər təsvir eləyir. Biz sizə eyni motivləri və Roswelldən başlayan UNO insidentlərini təqdim eləməyəcəyik. Son illərdə əldə olunan real faktlardan və sensasiyalardan danışacağıq. Beləliklə, biz başladıq. İnsanlar tarix boyu səmaya baxıb tək olub olmadığımızı soruşdular. Lakin son illərdə bu sual fəlsəfi bir maraqdan çıxıb, milli təhlükəsizlik və qabaqcıl fizikanın fundamental probleminə çevrildi. Artıq söhbət dumanlı fotolardan və ya gecə vaxtı görülən parlaq işıqlardan getmir. Müasir elm və hərbi texnologiya varlığı inkar edilə bilməyən bir reallığı qeydə alıb. Tanınmayan hava fenomenləri və ya uçan naməlum obyektlər, yəni UNO'lar. Müasir UNO xronikasının dönüş nöqtəsi ABŞ Müdafiə Nazirliyinin, yəni Pentagonun və kəşfiyyat qurumlarının rəsmi hesabatları oldu. Multisensor dataları, yəni eyni anda həm optik kameralar, həm infraqırmızı sensorlar, həm də qabaqcıl Aegis radar sistemləri tərəfindən qeydə alınan obyektlər aerodinamika qanunlarını alt-üst eləyir. Fizika qanunları bizə deyir ki, hər hansı bir maddi obyekt səs sürətini keçdikdə sonik partlayış baş verməlidir. Lakin rəsmi hərbi radarların qeydə aldığı obyektlər saatda 20.000 kilometrdən çox sürətlə hərəkət elədiyi halda heç bir səs çıxarmır, arxalarında termal iz, isti qaz axını buraxmır. Daha da təəccüblüsü bu obyektlərin transmedial qabiliyyətidir. Yəni onlar heç bir sürət itirmədən atmosferdən okeanın dərinliklərinə keçə bilir və suyun altında dəniz mili sürəti ilə hərəkətlərini davam elətdirirlər. Bu, bizim bildiyimiz heç bir materialın dözə bilməyəcəyi hidrostatik və aerodinamik təzyiq deməkdir. Uzun 10 illiklər boyu bu mövzu sui-qəsd nəzəriyyəsi adlandırılaraq sıxışdırıldı. Lakin dövlətlərin ən ali kürsülərindən gələn etiraflar divarları uçurdu. ABŞ-ın keçmiş prezidenti Barack Obama rəsmi televiziya çıxışında bu sözləri deməyə məcbur oldu. I'm actually being serious here is that there's footage and records of objects in the skies that Göy üzündə tam olaraq nə olduqlarını bilmədiyimiz, hərəkət trayektoriyalarını izah eləyə bilmədiyimiz obyektlərin görüntüləri və qeydləri var. but I have nothing to report to you today. Əsl partlayışsa kəşfiyyat rəsmisi David Cruz'un ABŞ Konqresində and içərək verdiyi ifadə ilə baş verdi. Cruz dövlətin daxilində konqresdən gizli saxlanılan, insan ağlına sığmayan proqramların olduğunu bildirdi. Stated earlier, do we have the bodies of the pilots who piloted this craft? As I've stated publicly already in my News Nation interview, biologics came with some of these recoveries. Yeah. Were they, I guess, human or non-human biologics? Non-human, and that was the assessment of people with direct knowledge on the program I talked to that are currently still on the program. And was this documentary evidence, this video, photos, eyewitness? Like, how would that be determined? The specific documentation I would have to talk to UNSCIF about. Onun ifadəsinə görə 10 illiklərdir qəzaya uğramış və yer mənşəli olmayan aparatlar, həmçinin insan irqinə aid olmayan bioloji qalıqlar gizli laboratoriyalarda analiz edilir.
Bu, dövlət rəsmilərinin dilindən gələn birbaşa etiraf idi. Bəs elm dünyası buna nə deyir? Astronomiya elmi uzun müddət bu mövzuya skeptik yanaşsa da, son illərdə böyük bir qırılma yaşandı. Harvard Universitetinin Astronomiya kafedrasının rəhbəri professor Avi Loeb Galileo layihəsini yaradaraq UNO-ların elmi metodlarla yüksək ayırd etməli teleskoplar və ayı alqoritmləri ilə öyrənilməsinə başlanıldı. Loeb 2017-ci ildə Günəş sistemimizdən keçən və qeyri-adi formaya, sürətlənməyə malik olan Oumuamua obyektinin süni bir zond, bəlkə də yad planetli texnologiyasının qalığı ola biləcəyini elmi məqalələrdə müdafiə elədi. Gördüyünüz kimi, ABŞ Konqresində and içib yad planetli qalıqları var deyən rəsmilər də var. Amma bu təkcə Qərbin sirri deyil. Dəmir pərdə arxasında SSR-də nə baş verirdi? Petrozavodskda şüşələri əridən o meduza formalı obyekt nə idi? UNO-lar təkcə Qərb dünyasının yox, dəmir pərdə arxasında SSR-də də ən yüksək səviyyədə təhlükəsizlik probleminə çevrilmişdi. Bunun ən bariz və kütləvi sübutu 20 sentyabr 1977-ci ildə baş verən tarixə Petrozavodsk fenomeni kimi düşən hadisədir. Gecə saat 4 radələrində Petrozavodsk şəhəri üzərində nəhəng, parlaq və meduza formasında bir obyekt peyda oldu. Obyekt şəhərin üzərində asılı qalaraq aşağıya doğru işıq şüaları saçmağa başladı. Bu şüalar o qədər güclü idi ki, şahidlərin ifadələrinə görə pəncərə şüşələrini əridir, beton divarlarda diametri bir neçə santimetr olan ideal dairəvi deşiklər açırdı. Hadisə o qədər kütləvi idi ki, o qədər çox sıravi və vəzifəli şəxs tərəfindən eyni anda qeydə alınmışdı ki, Sovet rəhbərliyi bunu gizlədə bilmədi. SSR Elmlər Akademiyası dərhal gizli SET-AN proqramını başlatdı. Hərbi rəsmilər bunun gizli bir raket sınağı olduğunu desələr də, obyektin manevrləri və radiasiya fonu bu iddiaları tamamilə təksib eləyirdi. UNO-ların ən çox cəlb olunduğu bölgələr həmişə strateji, hərbi və nüvə obyektlərinin yerləşdiyi coğrafiyalar olub. Bu baxımdan Krım yarımadası və Qara Dəniz hövzəsi əsl anomaliya mərkəzidir. Köhnə Sovet hərbi dəniz donanmasının polkovnikləri və radar operatorlarının sonradan etiraf elədikləri hesabatlara görə Krım sahillərində, xüsusən Sevastopol və Aypetri dağı yaxınlığındakı hərbi radarlar tez-tez suyun altından çıxaraq inanılmaz sürətlə göyə yüksələn hədəflər qeydə alırdı. Aypetri dağının əsl adı Ayudak olaraq adlandırılır. Türk dilində ayı dağ mənasına gəlir. Ayıdağ. Krımdakı dərin kosmik rabitə mərkəzlərində çalışan yüksək rütbəli mühəndislər kosmik fəzanı izləyərkən orbitdə heç bir ölkəyə məxsus olmayan, lakin hərbi peyklərin trayektoriyasını manipulyasiya edən naməlum aparatların mövcudluğunu rəsmi şəkildə qeydə keçirmişdilər. Siyasətçilərin kosmik cəsusluq adlandırdığı bu hadisələr əslində elmin sərhədlərini aşan fərqli bir kəşfiyyatın varlığına işarə eləyirdi. Radarlar texnikaları qeydə alır. Bəs insan faktoru necə? Bədənindən yer üzündə olmayan nadir metallar tapılan şahidlər və 1977-ci ildə tutulan məşhur wow siqnalı. Biz kosmosa mesaj göndərdik. Bəs cavab nə vaxt gəldi? Astronomların ortaq etirafı budur. Kainatda milyardlarla yaşayışa yararlı planet var və bizim texnoloji inkişafımız cəmi bir neçə əsrə dayanır. Bizdən milyonlarla il öndə olan bir sivilizasiyanın zondları ilə qarşılaşmaq riyazi olaraq tamamilə mümkündür. Rəsmi datalar və elmi layihələrlə yanaşı, tarixin ən qaranlıq tərəfi birbaşa kontakt qurduğunu iddia edən şəxslərdir. Siyasətçilərdən tutmuş sıravi fəhlələrə, meşə gözətçilərindən tutmuş yüksək rütbəli pilotlara qədər minlərlə insan bənzər senariləri təsvir eləyirlər. Bu iddialar sadəcə psixoloji bir aldımı, yoxsa fiziki reallıq?
Araşdırmalar göstərir ki, qaçırılma və ya kontakt iddia eləyən bir çox şəxsin bədənində rentgen müayinəsi zamanı qeyri-adi kiçik obyektlər, implantlar tapılıb. Bu materialların analiz edildikdə yer üzündə təbii olaraq tapılmayan, yalnız kosmik şəraitdə izotop nisbətləri tamamilə fərqli şəkildə sintez oluna bilən nadir metallardan, məsələn, bismut və maqnezium laylarından ibarət olduğu üzə çıxıb. Şahidlərin travma sonrası stres pozuntusu göstəriciləri onların uydurma deyil, daxili aləmlərində tamamilə real və dəhşətli bir təcrübə yaşadıqlarını sübut eləyir. İnsanlığın kainata göndərdiyi siqnalların rəsmi elmi xronikası 1970-ci illərdə tam fərqli bir mərhələyə qədəm qoydu. 15 avqust 1977-ci ildə astronom Jerry Ehman böyük qulaq radioteleskopuna gələn dataları incələyərkən bəşəriyyət tarixinin ən böyük kosmik anomaliyası ilə qarşılaşdı. Oxatan bürcü istiqamətindən gələn, tam 72 saniyə sürən və dar tezlikli bu siqnal o qədər güclü və qeyri-təbii idi ki, Ehman kağızın kənarına emosional bir qeyd yazdı. Wow! Bu siqnalın təbii bir kosmik partlayışdan və ya ulduzdan gəlmədiyi, süni şəkildə fokuslanmış bir radio dalğası olduğu bugün də elmi dairələrdə qəbul edilir. Lakin ən böyük sirr hələ qabaqdaydı. 1974-cü ildə dahi astronom Carl Sagan və Frank Drake tərəfindən Porto Rikadakı nəhəng Arecibo radioteleskopu vasitəsilə kosmosa 25.000 işıq ili uzaqlığındakı M13 ulduz topasına rəqəmsal bir mesaj göndərilmişdi. Bu mesajda bizim DNT strukturumuz, əhalimiz, Günəş sistemindəki yerimiz və teleskopumuzun şəkli kodlaşdırılmışdı. Tam 27 il sonra, 2001-ci ildə İngiltərənin Chilbolton rəsədxanasının yaxınlığındakı taxıl sahələrində insan ağlına sığmayan bir piktogram meydana gəldi. Bu, Arecibo mesajının rəsmi cavabı təəssüratını bağışlayırdı. Sahəyə qeyri-adi bir dəqiqlikdə həkk olunmuş bu kodda insan DNT-sindən fərqli olaraq silisium əsaslı bir genetik struktur, fərqli bir boy ölçüsü və ən maraqlısı Arecibo teleskopunun yerinə daha mürəkkəb, mikrodalğalı rabitə sistemini xatırladan bir cihaz təsvir edilmişdi. Elm dünyası bunu rəsmi olaraq qəbul eləməkdən çəkinsə də, riyazi kodun dəqiqliyi bəşəriyyəti şokka saldı. Bəs bu fenomen yalnız son əsrin problemidir? Arxeoloji qazıntılar və qədim sivilizasiyaların buraxdığı izlər bizə tam fərqli bir hekayə danışır. Latın Amerikasının ən sirli nöqtələrindən biri olan Peru silsilələrində, Nazca səhrasında elə nəhəng rəsmlər və həndəsi xəttlər var ki, onları yerdən baxarkən seçmək qeyri-mümkündür. Bu cisimlər yalnız və yalnız yüksək hündürlükdən, göy üzündən baxdıqda tam bir məna ifadə eləyir. Qədim insanların heç bir aviasiya texnologiyası olmadan, kilometrlərlə uzanan və bir dərəcə belə kənara çıxmayan bu enmə zolaqlarını və təsvirləri kimin üçün çəkdikləri sualı elmi hələ də çıxılmaz vəziyyətdə qoyub. Bura qədim bir kosmodrom idimi? Yoxsa göydən gələn tanrılara bir mesaj? Dünyanın fərqli coğrafiyalarındakı arxeoloji qazıntılar bu sualı daha da dərinləşdirir. Hindistandakı qədim mağara rəsmlərində, Avstraliyanın aborigen qayalarında və Şumer mixi yazılarında bənzər bir təsvir təkrarlanır. Başlarında dairəvi dəbilqələr, yəni skafandrlar, bədənlərində qəribə geyimlər olan və göydən enən varlıqlar. Şumer mətnlərində bu varlıqlar Anunnaki, yəni göydən enənlər adlandırılırdı. Müasir elmin mifologiya dediyi bu qeydlər əslində bəşəriyyətin ilk yad planeti teması ilə bağlı vizual və yazılı xronikası ola bilərmi? İnsanlıq nəhayət